Salam izləyicilər, şagirdlər və müəllimlər. İki maraqlı məsələ ilə tanış olacaqsınız. Birinci məsələ belədir. X, Y və Z həqiqi ədədlər olub aşağıdakı şərtləri ödəyir. X kvadrat üstəgəl X-da 2 bərabərdir YZ. Y kvadratı çıx Y-də 3 bərabərdir ZX. Z kvadrat üstəgəl Z1 bərabər XY. X topla Y topla Z cəmini tapın. İkinci sual isə belədir. Radiusu 20 olan omega 1 çevrəsi, yəni böyük çevrə, bir kvadratın təpə nöqtələrindən keçir. Yəni daxilinə bir kvadrat çəkilib böyük çevrənin. Omega 2 dairəsinin diametri həmin kvadratın bir tərəfidir. Kiçik çevrənin diametri, yəni kvadratın tərəfidir. Şəkildə rənglənmiş omega 1 daxilində, lakin omega 2 xaricində qalan sahənin ölçüsü n+1 tam ədədlər arasında yerləşir. Demək burada olmalı idi n və n+1 tam ədədləri arasında yerləşir. Yəni rənglənmiş sahə n və n+1 tam ədədləri arasında yerləşir. N ədədini tapın. Təbii ki, burada n müsbət ədəd olar. Müsbət tam ədəd isə natural ədəddir. Birinci suala baxaq. X, Y, Z dəyişənləri verilmiş bərabərliklərdə məxrəcdə yerləşdiyinə görə, yəni məxrəc sıfırdan fərqli olmalıdır. Yəni hər bir dəyişənin qiyməti sıfırdan fərqlidir. X fərqli 0, Y fərqli 0, Z fərqli 0. Sıfırdan fərqli olduğuna görə biz bərabərliyin hər tərəfini sıfırdan fərqli eyni bir ədədə, həqiqi ədədə vura bilərik. Ona görə birinci bərabərliyin hər tərəfini X-a vuraq. Alınar X-in kubu plus 2 bərabərdir X, Y, Z. İkinci bərabərliyin hər tərəfini Y-a vuraq. Y-in kubu çıxılsın 3 bərabərdir X, Y, Z-ə. Üçüncü bərabərliyi də hər tərəfini Z-ə vuraq. Alınar Z-in kubu plus 1 bərabərdir X, Y, Z-ə. Bu üç bərabərlikləri və yaxud tənlik deyək buna tərəf-tərəfə toplasaq. Burada fikir verin, dəyişənlər islah gedir. Müsbət 2 ilə müsbət 1-i topladıq 3 elədi. Onunla da mənfi 3 toplasam 0 eləyir. Yalnız dəyişənlər qalır. X-in kubu plus Y-in kubu plus Z-in kubu bərabərdir 3x, Y, Z-ə. İndi, burada biz nədən istifadə edirik? Məşhur bir eynilik var. X-in kubu plus Y-in kubu plus Z-in kubu bərabərdir nəyə? Daha doğrusu minus 3x, Y, Z bərabərdir X plus Y plus Z vurulsun X kvadratı plus Y kvadratı plus Z kvadratı minus cüt hasilləri fərqi. Minus deməli XY, YZ, ZX şəklində. İndi X plus Y plus Z cəmi 3xY Z-ə bərabər olduğuna görə biz burada yerinə yazaq 3xY çıxılsın 3xY. Yəni burada nə qalar? 3xY çıxılsın 3xYZ çıxılsın 3xYZ. Bərabərdir X topla Y topla Z. Bu içərini isə başqa cürdə yazmaq olar. İkinci mötərəzənin içərisini belə yazmaq olar. 2-də 1 vurulsun, 2-də 1 vurulsun. X minus Y-in kvadratı plus Y minus Z-in kvadratı plus Z minus X-in kvadratı. Yəni, yoxlayıb bunu açıb 2-də 1-ə vursuz. Bu mötərəzələri açıb toplayıb 2-də 1-ə vursuz. Bax, yuxarıdakı alınır. İndi alınır ki, buradan 0 bərabər. Yəni, 2-də 1 vurulsun X topla Y topla Z vurulsun. Digər mötərəzə içərisində X minus Y-in kvadratı plus Y minus Z-in kvadratı plus Z minus X-in kvadratı bərabərdir 0-a. Hasilin 0-a bərabər olması üçün vurğulardan hər hansı biri 0 olmalıdır. Ya X plus Y plus Z cəmi 0 olmalıdır. Ya da ki, ikinci. Təbii ki, ikinci cəm 0 ola bilməz. 0 ola bilməz ikinci cəm. Çünki kvadratlar cəmidir. Bu cəmin 0-a bərabər olması üçün hər bir toplanan 0 olmalıdır. Onda hər bir toplanan 0-a bərabərləsəm X bərabər Y-ə, Y bərabərdir Z-ə alınır. Bu isə
şərtə ziddir. Yəni yuxarıda biz məsələn hər hansı birində bax x-in kubu plus 2 bərabərdir x vur y vur z. Bu 3 dənə dəyişən əgər üçü də bir-birinə bərabər olsa, onda mən bu 3 dənə dəyişənin üçünün də əvəzinə bir x yaza bilərəm. Yaza bilərəm ki, x vur x vur x bərabərdir x-in kubu. Buradan da alınır ki, 2 bərabərdir 0-a, yəni doğru olmayan bərabərlik alınır. Yəni ikinci hal ola bilməz. İkinci mötərizənin içərisi 0-a bərabər ola bilməz. Yalnız x plus y plus z bərabərdir 0 ola bilər. Bizdən də x plus y plus z cəmini soruşur, cavab 0 olar. İndi digər suala baxaq. Digər sual belədir. Hazır şəklini çəkmişəm ki, artıq vaxtımız getməsin. Deməli, məsələn şərtində deyir ki, böyük omega 1 dairəsinin, bu da kiçik omega 2 dairəsidir. Böyük dairənin radiusu 10-dur, 20-dir. 20, buraya yazaq 20. Bu da kvadratın tərəfi də keçir kiçik dairənin diametrindən, yəni diametrindən üstbəüst düşür. Onda kiçik dairənin radiusunu gəl tapaq. Bax, bura olar 90 dərəcə. Buradakı bucaqlar olar 45 dərəcə, 45 dərəcə. Bura r. Onda r kökdə 2 bərabər olar nəyə? 20-yə. Buradan r bərabərdir 10 kökdə 2-yə. Böyük dairənin radiusu isə neçədir? 20-dir. Biz rənglənmiş hissənin sahəsini tapmaq üçün nə etməliyik? Rənglənmiş hissənin sahəsini tapmaqdan ötürü biz S yazıram buradan. S rəngli bərabərdir. Baxın, böyük dairənin sahəsindən baş hərflərindən yazıram. Böyük dairənin sahəsindən çıxmalıyıq nəyi? Bax, bu yarım dairənin sahəsini çıxmalıyıq. Yəni, kiçik dairənin sahəsinin yarısı. Çıxılsın, S kiçik dairə bölünsün 2. Və əlavə olaraq bu böyük dairənin bu segmentin çıxmalıyıq. Böyük dairənin bu segmentin çıxmalıyıq. Deməli, çıxılsın, S segment yazıram. İndi bunları bir-bir tapaq, hesablayaq. Birinci yazıram ki, S böyük dairə bərabərdir. Pi r kvadratı, böyük yerin kvadratı. O da eləyər 400 pi. Sonra kiçik dairənin sahəsinin yarısı bərabərdir. Kiçik dairənin sahəsi pi r kvadratı yarısı olar bölü 2. R-in yerinə, kiçik r-in yerinə 10 kökdə 2 qoysaq, olar. Onun da kvadratı 200 eləyər. 200 pi bölünsün 2, yəni 100 pi. Qaldı üçüncü, segmentin sahəsini tapmaq. S segment. Baxın, bu segmentin sahəsini tapmaqdan ötürü biz nə etmək lazımdır? Mən onda normal düsturdan istifadə edə bilərəm. O böyük dairənin segmentidir. 2də 1 r kvadratı vurulsun, mərkəzi bucaq çıxılsın sinüs alfa. Təbii ki, buradakı mərkəzi bucaq 90 dərəcədir. Bax, buradakı bucaq 90 dərəcədir. R-dəki böyük dairənin radiusudur. Yəni, bu segment hansı dairəyə uyğun segmentdir? Böyük dairəyə uyğun segmentdir. Ona görə R-in yerinə 20 yazırıq. 2də 1 vurulsun 20-nin kvadratı, yəni 400. Alfanın yerinə pi bölü 2 yazıram. Buradakı düsturda alfanı mərkəzi bucağa çevirmək lazım. Radyana çevirmək lazımdır. Mərkəzi bucağı radyanla göstərmək lazımdır. Yəni, dərəcə ilə yazmaq olmaz. Çıxılsın sinus pi bölü 2. Bu da bərabərdir 200 vurulsun. 200 vurulsun. Buradan silək. Bu da bərabərdir 200 vurulsun. Pi bölü 2 minus 1. Sinüs 1 alır 90'da. Vır basanda eləyər 100 pi çıxılsın 200. 100 pi çıxılsın 200. 1'e alınır. İndi yazıram ki, S rəngli hissə bərabərdir. Deməli, böyük dairənin sahəsi 400 pi. Çıxılsın kiçik dairənin sahəsi 100 pi. Burada unutmuşam. 100 pi. Bir də çıxılsın segment. 100 pi çıxılsın 200. Bu da bərabərdir nəyə? 200 pi. Deməli, hesablayanda üstə gəl 200. 200 də çıxarsam mötərəzi xaricinə 200 vurulsun pi plus 1. Bu da nəyə bərabərdir? Təqribi yazacağım, bərabərdir. 200 vurulsun 3 tam %14 nöqtə plus 1. O da bərabərdir. 200'ü yazmaq olar 2 vurulsun 100. O da vurulsun
4 tam %14 nöqtə nöqtə. O da bərabərdir. 2 vurulsun 414 tam da bərabərdir 828 tam neçəyəsə. Yəni burada vergüldən sonra ədədlər də var. 828 tamdan başlayan ədəd hansı natural ədədlər arasında yerləşir? 828 və 829 arasında. Yəni 828 və 828 plus 1 arasında. Məsələnin də şərtində deyirdi ki, n və n plus 1 tam ədədlər arasında yerləşir. Yəni buradan da aydın olur ki, n bərabərdir 828. Sağ olun.